Herkese salam, kanalıma hoş gelmişsiniz. Aparıcı Xoşqədəm Hidayət qızı sosyal media hesabında evinin mətbəxindən yeni video görüntülər paylaşıb. Onun paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Həmin foto və videoları sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Üzüyüm hani. Üzüyüm hani. Harda düzük? Almadım. Almadın. Bəs nə vaxt alacaqsan? Sabah. Sabah. Açın indi bunun lazım. Vay 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 çok yağmur götürək. Mənə bu doğmadı. Ət Naxçıvandan gəlibdi. Bacılarım gözəlcə çəkdi, gözəl bükdülər. Mən də onlara dedim ki, bəs üstünü belə xəmirlə eləyək. Bu qabı da Şəkidən almışam mən. Piti üçün almışdım, amma indi dolma pişirdim içində ilk dəfə. Açar. Nə deyirsən, yaxşı olacaq? Dolma sevirsən? Səncə dadlı olacaq? Sən yıxılmazsan ki. Yəni, buradan möhkəm, sən biraz bu tərəfə gəl. Yıxılarsan mən narahat olam. Biraz da, biraz da, biraz da. Biraz o tərəfə, ay sağ ol. Hə, bax, buradan o tərəfə getmə, ha. Narahat olaram. Oy, bu nətər xəmirlə eləmişik ya buna. Aça bilməsə tərpənmə, sən tərpənmə, narahatam. Vay, vay, vay. Oy, deyir açılmır. Pul vermək lazımdır açılsın. Nə deyirsən? Pul qoy üstünə, açılmır. Varındır pul. Hı? Verə bilərsən? Kapirkadır, yavaş yıxılarsın. Yavaş, yavaş, yavaş. Vay, 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 vay. Nə ləzzətlidir, nə ləzzətlidir. Nə ləzzətlidir, nə ləzzətlidir. Yaxınlaşın dostlar. Gözəlliyə baxın. Gözəlliyə baxın, hələ bir dəqiqə deyəm bunu çıxarım. Gözəlliyə bax. Gözəlliyə bax. Nə deyirsən? Bəyəndin məni? Üzük sabah gəlir. Necə bir üzükdür? Bir dənə. Heç olmasa sırğa da al da, yəni tək üzük istəmirəm. Nə deyirsən? Afiyet olsun bizə. Çox